Salam qızlar, necəsiz? Bu günləri sizləri Araz Marketdən salamlayıram. Araz Marketə getmişdim qızlar. O birisi videolarımda, yəni o birisi kanalımda Araz Market, Oban Marketdə çəkiliş etmişdim. Lakin o kanalım silindi. İstədim bu yeni kanalıma da yenidən bir video çəkim, sizlərlə paylaşım. Həm də qızlar indirimlər var idi, gözəl indirimlər idi. Kimler isteseniz yararlana bilərsiniz. Bayram indirimləri var idi. Çok güzel indirimler koymuştular. Dedim ki, yani birinci növbədə xanımların olmazsa olmazı təmizlik vasitələrindən başladım. Bilirəm ki, hamı sevir. Mən özüm sevdiyim kimi bilirəm ki, yəni bu təmizlik vasitələrini sevməyən xanım olmaz. Dedim elə çəkmişkən elə birinci təmizlik vasitələrindən başlayım. Blomun belə salfetkaları endirmə düşmüşdü qızlar. Tək salfetkaları yox, istər təmizlik vasitələrində yəni endirmə düşmüşdü. Mən razı qaldım qızlar. Mən yəni Blomun ümumiyyətcə tək salfetkalarını yox, qaf şampununu da istifadə etmişəm, əl sabununu da istifadə etmişəm. Qaf şampunu, yəni Pirili birə-bir bərabərdir qızlar. Çox razıyam. Bir də Persolunu istifadə edirəm. Hal-hazırda çox yaxşıdır. Deyirsiniz reklam edir. Yox, xeyr, reklam etmirəm. Sadəcə yəni razı qaldığım məhsullardan yəni sizlərə də bir fikir olaraq deyirəm ki, yəni deyirsiniz ki, ucuz məhsuldur. Onun nə keyfiyyəti olar? Amma ucuz məhsul olsa da keyfiyyəti yaxşıdır. Tək qızlar belə deyim, şampunlarda, paraşoklarda indirim yox idi. İstər baxım məhsullarında, istər də yəni qidalarda da indirimlər çox idi. Gördüyünüz kimi belə paraşoklarda da indirimlər var idi. Persillər də endirmə düşmüşdü. Yəni indirimlərdən yararlana bilərsiniz. Endirimləri qaçırmayın qızlar. Araz bilmirəm, bəlkə o birisi yəni filiallarında da varmı? Yəqin ki olar. Biz sarayda olduğumuz üçün sarayda yanımızda olan yəni Araz Marketdə yaxşı indirimlər var. Belə kraskalarda Fitonun kraskalarında da indirim, istər Alex'in yəni bütün kraskalarda da indirim var idi. Belə baxım vasitələri də yəni gördüm ki, münasib qiymətə idi, endirimdə idi. Yəni yararlana bilərsiniz. Mən orada ən çox belə deyim, yeni ilə aid olan aksesuarlarını çox sevdim, çox razı qaldım. Yəni qiymətlərindən razı qaldım. Yəni adətən baxırıq, görürük ki, qiymətlər başqa yerdə od tutub yanır. Adi sədərəyin özündə belə, yəni qiymətlər çox qalxıb. Amma çox yaxşı idi. Bir də bu qızlar bu saç baxımı yaxşı idi. Düşmüşdü 10 manat. Səhv eləmirəmsə də 5 qəpik idi, belə idi. Çox yaxşıdır bu qızlar. İndirimdə idi. Yəni indirimlərdən yararlana bilərsiniz. İstər onun yəni şampunu, istər kremi indirimdə idi. Belə qızlar. Yəni mən çəkdim, dedim bir sizlərə də fikir olsun. Düzdür, tələsik çəkdim. Elə bir yəni tez bazar çəkdim. Axşam vaxtı idi getdiyimiz. Oğlum məktəbdə şənlik keçirdəcəkdilər. Onlara abur-cubur lazım idi. Özü istədiklərini buraxdım alsın. Mən də dedim bir video çəkim, sizlərlə paylaşım. Belə Rexonalarında da indirim var idi qızlar. Gördüyünüz kimi bütün kraskalarda indirimlər var idi. Hansı ki sarı etiketli, yəni etiketi varsa da onların hər biri indirimdə idi. Mən yəni fikirləşməzdim ki, Arazda belə indirimlər, daha çox yaxşı indirimlər qoyanlar. Həmişə görürdük ki, biraz Araz nisbətən Obadan yəni qiymətcə fərqi var idi. Amma gördüm ki, çox yaxşı yəni indirimləri var. Yəqin ki, yanvarın hardasa 4-ünə zadına kimi belə indirim olar. Yəni istər qida məhsullarında, istər də belə baxım məhsullarında, çaylarda da indirim var idi qızlar. İstər şirniyyatlarında, çaylarında, yəni endirimləri qaçırmayın, belə deyim. Endirimlərdən yararlanın.
Sizə hardasa yaxındırsa da endirimlərdən yararlana bilərsiniz. Deyirsiniz ki, Arazı reklam edirik. Xeyr qızlar, Arazı reklam etmirəm. Sadəcə bir yəni getmişdim, istədim bir video çəkim. Yəni qiymətləri sizə bölüşüm ki, yəni yaxın olanlarınız yararlana bilərsiniz. Mən özüm belə videoları çox sevirəm. Yəni endirim olanda o endirimlərdən yararlanıram. Düylərdə, istər qreçkada, istər mərcidə də endirimlər var idi. Belə ədviyyat bölməsinə də girdim qızlar, dedim çəkim. Yəni ədviyyat bölmələrində də baxdım ki, yəni hər cürə istədiyiniz ədviyyatlar var. Hansı ədviyyatlardan istəsəniz siz oradan tapa bilərsiniz. Qızlar, bilmirəm bu yəni tok peçləri başqa yerdə də yəni bu qiymətdədirmi sadəcə, yoxsa burada yəni hər yerdə belədir, endirim qoyublar. Dəqiq yəni almamışam, ona görə də sizlərlə heç nə bölüşə bilmərəm. Yəni Araza getmişəm, qab bölməsini çəkməsəm olmaz. Hər zaman mən Araza gedəndə belə yəni qab bölməsinə də mütləq girirəm. Ümumiyyətcə hara getsəm də, mağazaya getsəm də bir dəfə yəni qab bölməsinə girirəm, ora baş çəkirəm. Əgər endirimlər varsa da, mənə lazım olan nə varsa da alaram. Həm də çəkib paylaşmaq istədim ki, sizlərə də bir fikir olsun. Belə çaydanlar endirimdə idi qızlar, amma çox nazik, çox yüngül. Yəni mən elə başa düşürəm, elə bir dəfə adam əlindən salsa, yəni əzilə bilər. Yəni yaxşı görmədim heç o çaydanları. Belə tavalar da endirimdə idi. Bir də bu səbətin içərisində qızlar hər cürə oyuncaq var idi. Bu hissəsi 4 manat 99 qəpik idi. Çünki burada bu hissəsində maşınlar var idi, böyük maşınlar var idi. Ona görə qiymət fərqli idi. Bu hissəsində isə 1 manat idi. Burada xırda oyuncaqlar idi. Yəni istər qız üçün, istər də oğlan üçün, yəni iqruşkalar var idi. Belə yəni konservləşdirilmiş məhsulları da çəkdim. Onlarda da endirim var idi. Gördüyünüz kimi qızlar sarı etiketlər idi. Yəni istər tuşonkalarda, istər də başqa yəni konservalarda. Belə hədiyyəlik qutular da var idi. Ölçülərinə görə qızlar qiymətli də fərqli idi. Yəni hər ölçüdə var. Qiymət də hər ölçüyə görə dəyişir. Xiyar turşuları da endirimdə idi. 4.75 idi. Belə bir yəni girəcəyə düzüblər qızlar. Kalçuk saxlama qabları, bir tərəfi 2 manat idi, o biri tərəfi isə 1 manat. Yəni ölçüsündən asılı idi. Yəni irili, xırdalı, irilər 2 manat, balacalar isə 1 manat idi. Belə qızlar, mən dediyim kimi, bayaq dediyim iqruşkalar, bu belə qızlar qablarda yəni qablaşdırıblar. Ölçüsü də böyükdür. İrisindən xırdasına kimi hansı ölçüdə istəsəniz, yəni tapa bilərsiniz. 2 ədəd papaq götürdüm. 70 qəpiyə düşmüşdü. Uşaqlar Şaxta baba papağı istəyirdi. Əvvəl bizim varımız idi. Bilmirəm, ha vaxtsa da atmışammı, ya o vaxtları evimizə köçəndə köçdə tullanılan veşlərin içərisində. Elə dedim ki, alım, amma üstünə yazılmamışdı. Amma baxıram ki, bəzi yəni yerlərdə 2026 var, amma sadə idi. Bu yəni papaq sadə papaq idi. Hər ölçüdə, hər rəngdə iqruşkaları yəni tapmaq olar. Mən razı qaldım. Heç gözləməzdim ki, Araza belə yəni iqruşkalar gətirərlər. Yəni bu qiymətə, sərfəli qiymətə Arazda belə iqruşkalar olar. Belə yəni pletkalarda da endirimlər var idi. Hər növ pletkalarda, şirniyyatlarda yəni endirimlər var qızlar. Yəni düzdür, deyirsiniz ki, nə qədər endirim dedim. Yəni hər polkaya görə deyirəm ki, yəni hər polkada, hər yəni qidanın özünün endirimləri var. Amma qızlar, bu girəcəkdə belə bir qablaşdırmada qoyublar. Qapı asılqanları da var idi. Amma belə qutularda da var.
Amma bilmirəm, indi o qutuların içi boşdur, doludur, onu deyə bilmərəm. Amma çox baha idi. Bunu çox sevdim. Amma yəni qiyməti baha idi qızlar. 5 manat 49 qəpiyə. Yəni o spatuladır, o da elə yəni fiqurlardır şirniyyat kəsməyə. Amma mənə elə gəldi ki, baha idi. Belə qardalı qarox var idi qızlar. 3 alana, 3 al, 2 ödə. 7 manat 49 qəpik idi. Qaroxlarda da endirimlər var. Yəni bu aralar onsuz da bilirik ki, bayram vaxtıdır. Süfrələrimizdə, yəni salatlarda hər zaman istifadə edəcəyik. Yəni edilən bir məhsullardır. Oğlum özünə abur-cuburlarını seçdi. Özü hansı ki xoşladığı abur-cuburları alıb özünə buraxmışam qızlar. Sərbəst seçimini seçdi. Mən qarışmadım. Çünki onu özləri yeyəcəkdi şənlikdə. Belə çərəzlərdə də baxdım ki, çərəzlərdə də endirimlər var. İstədiyiniz qablarda, istədiyiniz ölçüdə, yəni hər ölçüdə var, yararlana bilərsiniz. Meyvə qurları da gördüm qızlar, çox yaxşı idi qiymətləri. Burada da bu 1 kiloluqdur qızlar deyəsən. Meyvə qurusu 14 manat 22 qəpiyə. Yəni 1 kiloluq almaq mənə elə gəlir ki, daha sərf edir. Yəni ala bilənə, imkanı çatana, Allah hamımıza imkan yetişsin. Yəni yaxşı idi. Belə iqruşkalar da çəkdim. Dedim sizlərə də bir fikir olsun. Sağ olun. Allah manında qalın. Növbəti videolarımda görüşənə qədər.